Dostlar salam. Növbəti məntiq testimizə həll edək. Sual işarəsi ilə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə ədədlər ardıcıllığı verilib və biz də bu ədədlər arasında qanunauyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn ədədi tapmalıyıq. İlk öncə, sual işarəsi olmayan hissədə ədədlər arasında qanunauyğunluğu müəyyən etməyə çalışaq. 6, 23, 9. 6-nı 3-ə böləndə 2 edir. 9-u da 3-ə böləndə 3 edir. Sonra bu qanunauyğunluğu 9, 24, 6-ya tətbiq edək. 9-u 3-ə böləndə 2 etmir. Ona görə də bu qanunauyğunluğu davam etdirmirik. Sonra 6 ilə 9-u cəmləyirik, 15 edir və 15 23-dən 8 vahid azdır. 9 ilə 6-nı cəmləyirik, yenə 15 edir və 15 24-dən 9 vahid azdır. 8, 9, bu qanunauyğunluq kimi burada da 10 olmalıdır. 6 ilə 5-i cəmləyəndə 11 edir və 10 üzərinə gələndə 22 edir, amma burada 13-dür. Ona görə bu qanunauyğunluğu da davam etdirmirik. Sonra isə 23, 9, 24 kimi yanaşırıq bura. 23 ilə 24-ün cəmi 47 edir və 47 9-a bölünmür. Amma 47-ni 4 və 7 kimi də götürmək olar. 4 ilə 7-nin cəmi 11 edir, 11 9-dan 2 vahid çoxdur. 24 ilə 13-ü cəmləsək 37 edir. 37-nin cəmi isə 6-dan 4 vahid çoxdur. Və birinci 2 vahid oldu, sonra isə 4 vahid. Gördüyümüz kimi burada da qanunauyğunluğu müəyyən etmək olmadı. Sonra isə diqqətlə baxsaq, burada 6, 23, 9-da 6 ilə 9-u birləşdirib 69 kimi baxsaq və 69-u 23-ə böləndə 3 edir. Burada isə 9 ilə 6-nı birləşdirib 96 kimi yanaşırıq və 96-nı 24-ə böləndə 4 edir. Sonra 6 ilə 5-ə 65 kimi yanaşırıq və 65-i 13-ə böləndə 5 edir. Sonra isə 5 ilə 4-ə 54 kimi yanaşırıq, birləşdiririk rəqəmləri. 54-ü 9-a böləndə 6 edir və gördüyümüz kimi biz sarı dairədə yerləşənləri birləşdirib ortadakı ədədə bölsək 1 artır. Deməli, burada isə 2 olmalıdır ki, bu qanunauyğunluq özünü gözləsin. 2, 3, 4, 5, 6. Deməli, 76-nı 7 ilə 6-nı birləşdirib 76 aldıq. 76-nı nəyə böləndə 2 edir? Deməli, sual işarəsi yerinə 38 olmalıdır ki, 76-nı 38-ə böləndə 2 etsin və 38 də B variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.